Azərbaycanda ilk dəfə inşallah bunun bütün ehtiyaclarını onlayn şəkildə kodu ilə bərabər açıq verəcəm. Avtomobil varmı bugün? Var. Gəlin bunun ehtiyac hissəsini açıq şəkildə onlayn bildirək. Mən nə qədər əziyyət çəkirəm bunu zavoddan almağa. Halbuki bu mənim haqqımdır. Mən məsəl üçün əgər BMW-nin Azərbaycan təmsilçisi olsaydım, BMW-nin bütün datalarına maşın gəlməmişdən qabaq çıxış haqqım var idi. Alman mənə şərait yaradır, burada isə mən Çinlinin yerini işləyirəm. Bax budur, deyirsiniz, hardan bilirsən ki, o ehtiyat hissləri olmayacaq. Gözəl insanlar, mən ad çəkmək istəmirəm. Dostlar, bugünkü videomda sizə Çin maşınlarının əsas problemləri haqqında danışacağım. Bu problemlərdən öncə mən istəyirəm ki, şimal qonşumuz olan Rusiyada bir blogerin sözlərinə bir qulaq asaq. Я тут на L9 дверь искал, да я охуел просто, да это невозможно. К чему я это говорю? Я это говорю к тому, что когда европейские бренды или там американские какие-то бренды, когда они запускают автомобили, они проводят огромное количество тестовых испытаний, и они тратят на это огромное количество денег. Поэтому косяков меньше, чем в китайских машинах, это понятно, да? Следующий пункт. Когда они производят и в страну, например, привозят 10 тысяч там BMW пятерок, то у них на эти 10 тысяч BMW пятерок есть там, я не знаю, 3000 запчастей на складе, на центральном, они уже лежат. У тебя отвалилось колесо, тебе его поставили. У тебя отвалился рычаг, тебе его поставили. Вот с этими ребятами ситуация называется «Ни! Я!». И это происходит по всем китайским машинам. Вообще по всем. Rusca bilənlər başa düşdü. Bilməyənlər üçün deyim ki, bu bloger deyir ki, qərb avtomobilləri avtomobili satışa çıxartmadan öncə onun böyük bir ehtiyat hissəsi bazasını artıq hazır eləyir. Eyni zamanda avtomobili satışa çıxartmadan öncə avtomobilləri həddindən artıq çox test eləyir və bu da ona gətirib çıxardır ki, xəta payı avtomobillərdə az olur. Amma deyir ki, bu Kitay avtomobillərində yoxdur və bu çox ciddi problem yaradır və orada çox ağır bir söyüş söyür. Deyir ki, hətta bu heç olmasa bunların birində yoxdur. Bunların deyir, hamısı bugündədir. Əslində qalanda o bir istifadəçi kimi orada o söyüşü söyür. Deyir ki, ehtiyat hissəsi tapa bilmədim və bütün Kitay maşınlarda bu belədir və buna görə də öz emosiyalarını söyüşlə bildirir. Amma əgər ki o işə texniki cəhətdən baxsaydı, servis tərəfindən baxsaydı, ehtiyat hissəsi bazası tərəfindən baxsaydı, data bazı tərəfindən baxsaydı, o zaman mən şəxsən deyə bilərəm ki, şəxsən mən öz emosiyalarımı ondan 10 qat daha ağır söyüşlə ifadə etmək istəyərdim. Təəssüf ki, buna icazə verilmir. Dostlar, bir avtomobil çıxmamışdan öncə onun müxtəlif birinci növbədə istehsalçı tərəfindən data bazası hazırlanır. Ehtiyat hissəsi data bazası və eyni zamanda servis data bazası. Yəni, həm bir tərəfdən alıcının tərəfini düşünürlər, eyni zamanda servisi düşünürlər. Bunlar hamısı avtomobil çıxmadan öncə düşünülür. Diqqət edin, çıxmadan öncə. Bu istehsalçıya aiddir, amma istehsalçı tək olmasın və monopoliya olmasın deyə digər dünyada böyük şəbəkələrə də, böyük databazalara da bu xidmətlər avtomobil çıxmadan öncə inteqrasiya olunur ki, avtomobil sürənlər və eyni zamanda ki, dünyadakı bütün servislər bundan istifadə edə bilsin. Bunlar hansılardır? TechDoc, AllData, AutoData, ChromeMode, MAM Software, Highness Pro, InfoPro Digital. Yəqin ki, bu sözlər çoxlarınız üçün yaddır. Amma əslində qalanda sizin sürdüyünüz bütün maşınlar bu data bazada öz yerini tapmışdır və bizim kimi adamlar, hansı ki işi professional yaxınlaşır, biz buna həmişə alışmışıq ki, biz o data bazaya müraciət edəcəyik. Bunları başa düşmək çox çətindir. Nəsimi kinosunda deyir ki, cahil insan var, kamil insan var. Cahil insanın tərz həyatı heyvanatın tərz həyatına çox bənzəyir. Bu, Nəsimi filmindən bir sitatdır. Amma mən deyərdim ki, cahil insanın tərz həyatı heyvanatınkindən də aşağıdır. Nəyə görə? Ona görə ki, heyvanat aləmi haqqı nahaqdan aralaya bilir və haqqı dərk eləyir və ona hər zaman ibadət eləyir. Amma cahil insan heç bunu da bacara bilmir. Mənim bütün videolarım kamil insanlar üçündür. Cahil insanlar
bunu dərk eləyə bilməz. Bu cür ağır temaları, bu cür ağır sistematikaları, 3-cü sinif riyaziyyatı bilməyən, öz ana dilində danışa bilməyən, öz fikrin ifadə eləyə bilməyən, sadə məişət fikirlərini ifadə eləyə bilməyən bir insanlar nə cür dərk eləsin ki, avtomobil industrisinin təməl fundamentini təşkil eləyən resurslardan istifadə qaydası nə cür olmalıdır? Bunu nə cür dərk eləyə bilərlər? Bu Çin maşınlarında bu cür gizlilik imkan yaradır ki, gələcəkdə fəsadlar doğulsun. Siz heç vaxt bilməyəcəksiniz ki, modellər nə cür dəyişilir. Amma qərb maşınlarında bu açıqdır. Ehtiyat hissəsi öncədən görsənir. Siz heç vaxt bilməyəcəksiniz ki, ehtiyat hissəsi qiymətləri necədir. Qərb bazarında bu açıqdır. Şərq bazarında bu bağlıdır. Ona görə də siz təhlükə altındasınız. İndi siz deyəcəksiniz ki, bəs yaxşı, sənin təriflədiyin 212 nədir bəs? O Kitay deyilmi? O da Kitaydır. İndi gəlin mən sizə belə bir şey təklif edeyim. Bəs yaxşı, mən sizə Alman texniki bazasını, türklər deməli Alman altyapısını Kitayla qarışdırıb sizə təqdim eləsəm necə? İndi keçək 212-yə. Deyəcəksiniz ki, bəs bu Çinli deyil. Siz inanmarsınız ki, mən bu avtomobildəki sistemi qurmaqdan ötürü nə qədər əziyyət çəkmişəm. Bir il bundan qabaq mənim videolarıma siz baxmısınız. Demək olar ki, bütün Kitayda bir çox maşınları test eləmişəm. Yoxlamışam ki, sizə ən uyğun maşını seçə biləm, əsasən də taksi proyekti üçün. Amma Azərbaycanda sürdüyümüz bütün şirkətlərlə əlaqədə olmağıma baxmayaraq, heç birinin sistemi mənim xoşuma gəlmədi. Və mən o zaman dedim ki, yox, bu Kitay məsələsi deyil. Və mən o zaman sistemli Volkswagen-i sizə təklif elədim, əgər xatırlayırsınızsa. Amma bir müddət sonra 212-nin zavoduna getdim və avtomobil çox xoşuma gəldi. İlk öncə avtomobili test elədim və bu haqda çox geniş danışmışam ki, bunun Volkswagen-ə bənzərliyi, Hammerə bənzərliyi, alternativsiz olmağı, UAZ 469, QAZ 69-un üzərində yığılması və bir sürü müasir avadanlıqlarla təchiz olunması bu mənə çox xoş gəldi və düşündüm ki, Azərbaycanlılar bunu bəyənəcək. Amma yenə sistem yoxdur. Yenə ehtiyat hissəsi bazası yoxdur. Yenə servis bazası yoxdur. Bəs soruşacaqsınız ki, Şahin, sən bunu niyə bizə təklif edirsən? Bəs belə çıxır ki, elə bunun da digər Kitaylardan fərqi yoxmuş. Yox, mən sizə dedim. Dedim ki, bəs olmazmı ki, mən sizə əgər ki, təklif eləsəm, Alman sistemini keçirsəm Kitayski qiymətə. Onda nə cür? Çox çətinliklə də olsa, CEO səviyyəsində əlaqələrimlə bərabər mən buna baxmayaraq 6 ay içində ehtiyat hissəsi bazasına çıxa bildim. Ehtiyat hissəsi bazasını yalnız və yalnız mənə Çin dilində verdilər. Yəni, hətta onu digər dilə çevirə də bilmirlər. Yəni, o qədər dardılar bunlar. Mən məcbur bütün ehtiyat hissəsi bazasını öz dilimizə çevirdim və onları kodları təsnifat elədim və öz kataloqumu yaratdım. Yəni, mən yaratdım. Bunu 212 yaratmadı. İkinci məsələ. Repair manualı, yəni ki, servis təşkili yenə də tamamilə mən özüm eləmişəm. Mən bunu ilk öncə zavodda, sonra da şəkillərlə və illüstrasiyalarla və eyni zamanda hər bir avtomobilin xəritəsi olur. Xəritələrlə 6 ay içində bu avtomobilin hansı usta tərəfindən Azərbaycanda daha rahat düzələ biləcəyini başladım təyin eləməyə. Bir-bir axtarırdım, görüm hansı insan kimi nəyi düzəldə bilər. Və mən hər zaman deyirəm, sadəlik birinci yerdə gəlir. Nəyə görə söz deyirəm, bilirsiniz? Siz elə bilirsiniz ki, elə hasaddır bir servisi qurmaq. Xeyr, buna da bir neçə ayım getdi və ən axırda repair manualı, yəni təmir kitabçasını yenə də mən özüm yaratdım. Yenə də bunu Çinlilər yaratmadı. İndi mən daha da irəliyə getmişəm. Mən Azərbaycanda ilk dəfə bunu digital servis səviyyəsinə gətirmək istəyirəm. Yəni, Azərbaycanda kimsə hardasa gedib avtomobilini düzəldəndə, istər Şamaxıda, istər Qubada, istər Naxçıvanda, istər Gəncədə, istər Sumqayıtda, istər Bakıda. Biz bunu digital səviyyədə usta ilə əlaqə saxlayıb, bütün dataları yenə də biz digital kitabçamıza yazmağı niyyətləndiririk və eyni zamanda siz yenə də çaşmayasınız deyə. Mən deyirəm ki, ehtiyat hissəsi dəyişir, avtomobillərin adı dəyişir, modellər dəyişir, amma nə deyirlər? Hamısı eynidir, yalandır. Və bunun sübutu var. Nətərdir bunun sübutu? Onda gəlin belə danışaq. Avtomobil varmı bugün? Var. Gəlin bunun ehtiyat hissəsini açıq şəkildə onlayn bildirək.
Bildirək onlayn qoy, alıcı görsün və mən yenə də bunu Azərbaycanda ilk dəfə inşallah bunun bütün ehtiyaclarını onlayn şəkildə kodu ilə bərabər açıq verəcəm. Kodu ilə bərabər nəyə görə? Əgər ki sabah o kod dəyişilsə, siz bilin ki avtomobildə dəyişiklik oldu. Bax, bu çox vacib bir faktordur. Siz bilirsinizmi ki, mən nə qədər əziyyət çəkirəm bunu zavoddan almağa? Halbuki bu mənim haqqımdır. Mən bu avtomobilin Azərbaycan təmsilçisiyəm. Düşünə bilirsiniz, Azərbaycan təmsilçisiyəm. Mən məsəl üçün, əgər BMW-nin Azərbaycan təmsilçisi olsaydım, BMW-nin bütün datalarına maşın gəlməmişdən qabaq çıxış haqqım var idi. Və onunla paralel, bayaq saydığım dünyadakı data bazalara çıxış haqqım var idi. Fikir verirsiniz fərqləri, başa düşürsünüz? Burada Alman mənə şərait yaradır, burada isə mən Çinlinin yerinə işləyirəm. Bax, budur, deyirsiniz, hardan bilirsən ki, o ehtiyat hissləri olmayacaq. Gözəl insanlar, mən ad çəkmək istəmirəm. Azərbaycanda satılan bütün maşınları əzbər bilirəm. Bəs mən bekara gedib çıxmırdım ki, Kitaya. Bütün zavodlarla görüşmüşəm, bütün onların kataloglarına baxmışam, onların hansı sistem istifadə elədiklərini görmüşəm. Hamısını yoxlamışam. Hər zaman nə deyirəm? Sadəlik, sadəlik, sadəlik. Bu maşın bu qədər sadə olmasaydı, heç vaxt mən bunu bacara bilməzdim. Çünki mən təkəm, mən insanam. Amma baxın, buna mənim bir ilim gedibdir. Bir ilim gedib ki, sizə ehtiyat hissəsi bazasını bir Azərbaycanlı olaraq təklif edeyim. Ehtiyat hissəsi bazasını milliləşdirim. Ehtiyat hissəsinin bazasını ustalara inteqrasiya edə bilim. Bilirsiniz, bu nə qədər çətin bir şeydir. Mən inanmıram kimsə Azərbaycanda bunu məndən başqa kimsə eləyə bilər. Bəli, rəsmi təmsilçi bəlkə də külli miqdarda pul qoyub bunu eləyə bilər. Amma o nəyə gətirib çıxardır? Qiymət artımına. Axı o zaman niyə Alman alınmasın ki? Düzdür, o zaman da belə çıxacaq ki, ondan sonra mən gedib Alman alaram. Bugün Kitaydan gələn avtomobillər qrey importla gəlir, qiymət ucuz və dövlət dəstəyi var. Vergidən azaddır, gömrük rüsumlarından azaddır, ona görə də avtomobil bugün ucuza gəlir. Amma bir gün iş gələcək ki, o sistematikliyə, onda siz mənim haqlı olduğumu görəcəksiniz. Və mən yenə də deyirəm, mən heç kəsi pisləmirəm. Yenə də bu maşından danışdım. Bunda da həmin xətalar var. Xətaları kim düzəltdi? Mən. Hansı təşəbbüsdən? Yenə də Almanların sistemindən öyrəndiyim təşəbbüsdən. Yenə də 25 illik təcrübəmə əsasən. Bəs belə bir sual çıxacaq. Sən bunu niyə edirsən? Doğrudan da gözəl sualdır. Mən bunu nəyə görə edirəm? Çünki bu doğrudan da gözəl maşındır. Mən istəyirəm ki, bunu Azərbaycanlılara bəxş edeyim. Bəs ona görə mən deyirəm də 212 klub olacaq. Bu şeyi mən hər adama verə bilmərəm. Uzaq başı 100, 150 dənə avtomobil olar ki, mən onu öz sistemim altında baxa bilim, öz öyrətdiyim ustalar altında baxa bilim, onlara ehtiyat hissəsi təminatını gətirə bilim. Yəni, bu minlərlə ola bilməz və yalnız bunu klub üzvləri istifadə edə biləcək. Və mən bu qədər əziyyəti ona görə çatıyam ki, mən bundan zövq alıram. Bu doğrudan da gözəl maşındır. Sizə bir sir verim, bunun bir çox hissələri də Almandır. O haqda əlavə danışacağım. Amma bu vaxta qədər elədiklərimi sizə dedim. İndi kamil insan olaraq başa düşürsünüz, yoxsa cahil insan olaraq dərk eləmək istəmirsiniz. Onu özünüz seçəcəksiniz. Bu mənəm, bu 212-dir və mən elədiklərimi sizə dedim. Artıq düşünən beyinlər düşünsün.